Salam, xoş gördük. Yay mövsümü ilə bağlı, yaz mövsümü ilə bağlı suallar da dəyişir. Üzdə olan ləkələrdən, pigmentasiyalardan necə qurtarmaq olar? Yəni sual konkretdir. Biri var özümüzü qorumaq, bu barədə danışırıq. Bir də var artıq ləkə yaranıbdır. Baxın, səbəblər çox ola bilər. Həmişə vurğulayırıq. Hansısa bir xəstəlikdən sonra, qadınlarda bu hamiləlikdən sonra olan ləkələr və yaxud da ki, üzdə olan sızanaqlardan sonra yaranan ləkələr, bunlar var. Amma statistikaya görə üzdə olan ləkələrin, pigmentasiyaların böyük faizi, böyük əksəriyyəti günəşlə bağlıdır. Yəni günəşə uzun müddət məruz qalmaq, düzgün günəş şüalarından və yaxud da ki, dəniz mövsümündə yanmaq və yaxud da ki, bilmədən günəş qoruyucusuz günəşə çıxmaq, bunun nəticəsində üzdə ləkələr yaranır. Buradan belə çıxır ki, günəş şüasından ləkə yaranıbsa, deməli sizin üzünüz həssasdır və daha da yaranacaq. Nə etmək lazımdır? Məsləhətlərimi verirəm. Günəş qoruyucu kremlərdən hər 2 saatdan bir vaxtaşırı istifadə etmək lazımdır. Çünki yaranıbsa ləkə yenə də artacaq. Amma günəş qoruyucu sizi günəşdən qoruyacaq. Və bir də axşamlar 2 dəqiqə vaxt ayıracaqsınız özünüzə. Salisil turşusu 2%-dir. Üzü silirsiniz. Ondan sonra vitamin C ampulalarda, apteklərdə satılır. Çox ucuz bir vasitədir. Üzünüzə çəkirsiniz. 10-15 dəqiqə qalır təmizləyirsiniz. Və bununla zamanla üzdə olan ləkələrin necə açıldığını görəcəksiniz.